Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Milli meteoroloji məlumatlara əsasən ölkə ərazisində hava şəraitinin əsasən sabit keçəcəyi gözlənilir. Bir çox rayonlarda yağmursuz hava üstünlüyü təşkil edəcək. Lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi ərazilərdə qısa müddətli yağışların yağacağı, şimşək çaxacağı ehtimal olunur. Ayrı-ayrı bölgələrdə küləyin arabir güclənməsi də gözlənilir. Paytaxt Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində günəşli fasilələr müşahidə ediləcək. Mülayim şimal və şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə saatlarında 18-dən 22 dərəcəyədək, gündüz isə 26-dan 30 dərəcəyədək yüksələcəyi gözlənilir. Azərbaycanın şimal rayonlarında, o cümlədən Quba, Qusar, Xaçmaz və ətraf ərazilərdə hava əsasən mülayim keçəcək. Səhər saatlarında bəzi yerlərdə duman müşahidə oluna bilər. Gün ərzində temperatur 22 ilə 27 dərəcə arasında dəyişəcək. Qərb rayonlarında, xüsusilə Gəncə, Qazax və Tovuz istiqamətlərində hava isti və əsasən yağmursuz olacaq. Günorta saatlarında temperaturun 32 dərəcəyə qədər yüksəlməsi mümkündür. Mərkəzi Aran rayonlarında, o cümlədən Yevlax, Mingəçevir, Sabirabad və ətraf ərazilərdə isti hava şəraiti davam edəcək. Bəzi yerlərdə temperatur 35 dərəcəyə yaxınlaşa bilər. Açıq havada çalışan vətəndaşlara günün ən isti saatlarında ehtiyatlı olmaları tövsiyə olunur. Dağlıq rayonlarda, xüsusilə Şəki, Qəbələ və İsmayıllı ərazilərində günün ikinci yarısında qısa müddətli yağış və şimşək ehtimalı mövcuddur. Dağlıq ərazilərdə havanın temperaturu nisbətən aşağı olacaq və gündüz saatlarında 15 ilə 25 dərəcə arasında dəyişəcək. Naxçıvan Muxtar Respublikasında isə əsasən günəşli və quru hava şəraiti gözlənilir. Havanın temperaturu gün ərzində 30 dərəcədən yuxarı olacaq. Ümumilikdə 4 iyun tarixində Azərbaycanın əksər bölgələrində yay havası müşahidə olunacaq. Əsas risk yalnız bəzi dağlıq rayonlarda gözlənilən qısa müddətli yağışlar və şimşəklərlə bağlıdır. Sürücülərə və səfərə çıxacaq vətəndaşlara hava şəraitini nəzərə almaq tövsiyə edilir. Hava ilə bağlı ən son yenilikləri izləmək üçün kanalımıza abunə olmaq, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Növbəti xəbərlərdə görüşənədək sağ olun.